Kimin əxlaqından söhbət gedir burada? Sizin olmayan əxlaqınızdan? Yəni bu qız o təzə çıxan qanuna etiraz edir də ki, əxlaq normativləri nəyə görə hesablanır? Ne girir bir dənə bu qızın profilinə. Həm yataqda, həm terapiyada deyilən bir şey. Bu qədər ağrılı gözləmirdim. Hər həftə eləyək. İçim dağıldı da. Rahat burax özünü, qoy axsın. Bu dəfə tez qurtardı. Çoxdandır belə hiss etməmişdim. Cinsel həyatı sosiala daşımaq əxlaqsızlıqdır. Şəxsi münasibətləri sosiala daşımaq əxlaqsızlıqdır. Sahən nə olur olsun, psixoloqsan, məsələn. Bu əxlaqsızlıqdır. Yəni bunu bu cürlə içim dağıldı, nə bilim, özü boş. Yəni bu mən demirəm, bu qız deyil. Bu qədər ağrılı gözləmirdim. Hər həftə eləyək. İçim dağıldı da. Rahat burax özünü, qoy axsın. Gələk zamanında rahat buraxardılar, axardım.